Salam hər kəsə. Bu gün sizlərə hansı mövsümdə əməliyyat etmək olar və ya əməliyyat etmək üçün əks göstəriş nə ola bilər, onlardan danışacağıq. Birinci növbədə allergik pasientlər var ki, hansı ki mövsüm allergiyaları olur və yaz-payız aylarında müəyyən qədər ağacların və ya çiçəklənmələrlə bağlı onlarda allergik durum yarana bilir və eyni zamanda bəzi insanlar var ki, evlərində hansısa bir ev heyvanları, məsələn pişik və s. evdə saxlayırlar. Əməliyyatdan öncə də, eyni zamanda əməliyyatdan sonra onlarla kontaktın azalması məcburidir. Səbəb çünki bu heyvani tüklər eyni zamanda mövsümlə bağlı olaraq ağaclarda olan çiçəklənmələr, tozlamalarla bağlı müəyyən qədər allergik durum yarana bilir. Ona görə məqsədimiz odur ki, siz biləsiniz ki, bu durumlardan özünüzü qorumalısınız. Nəzərə alın ki, əməliyyatdan sonra burun tam sağalmamış olur və müəyyən zaman ərzində, 2 ay ərzində burun spreyləri edirsiniz və burun nəm şəkildə olduğu üçün bu saydıqlarımız burunda qıcıqlanmalara və allergik duruma, ondan sonra isə ödəmə səbəb ola bilir. Ona görə nə qədər də sevimli olsa da bu ev heyvanları, nə qədər də bunlarla vaxt keçirmək bizlərə xoş olsa da, müəyyən müddət əməliyyat sonrası bunlarla aranızda olan kontaktı məsafəli şəkildə salmanızı çox istəyərdik. Uğurlar hər birinizə. Hüseyn Məmmədov Rinoplastika komandası olaraq hər zaman xidmətinizdəyik.